təbrik üçün söz verdi Sumqayıt Cümə Məscidinin axundu Hacı Raufa. Buyursun. Ağaçlı ve neden Allah'ın adıyla salamlayla hamımızı, tebrik eden bizim büyüklerimizi, əzizimizi, hələ artıq verdi yəqin ki, məndən sonra yəqin şişirənlər lazımdır inşallah. Burada kifayət edən sözlər deyildi, təbriklər olundu. Mən də bu deyilən təbriklərə qoşuram. Mən çox fikirləşdim ki, Süleyman müəllimə hədiyyə olaraq nə hədiyyə alım? Məqsədə bir neçə dəfə görüşmüşük, Quran hədiyyə vermişəm ona. Amma biz tədbirdən öncə bizim həm Sumqayıtın ziyalarıyla, iş adamları ilə görüşdük. Söhbət əsnasında bütün fikirlər, düşüncələr Azərbaycanımızın milli mənəvi dəyərləri üzərində idi və burada çıxış edənlər də qeyd edirlər ki, Süleyman müəllim bundan sonra qələbə ruhlu, zəfər ruhlu, bizim o milli, mənəvi, mental dəyərlərimizi bizə qaytaran şəhidlərimiz, xalqımız, millətimiz, Cənab Ali Başkanlığının ətrafında bir yumruq kimi birləşdilər. Bizim bundan sonraki işimiz, gücümüz ancaq onların üzərində olmalıdır. Bugün artıq Şuşamızda və digər işğaldan azad olmuş ərazilərdə azan səsi gəlir, insanlar burada dualar edirlər, namazlar qılırlar. Bu xalqımızın bir qələbəsidir. Və mən fikirləşdim, Süleyman müəllimə hədiyyə olaraq da vereyim. Fikirləşdim, bizim Azərbaycanımızın milli, mental dəyərləri olan, atributları olan bu günlərdə Cənab Prezident Aşıq Əsgərinin heykəlinin açılışında orada iştirak elədi. Fikirləşdim, bu atributları özündə əks etdirən bir hədiyyəni bizim gübrərimizə təqdim edin, onu təbrik edin, yəni icazənizlə. Bu qədər. Allah xoşbəxt eləsin, Allah eləsin, Allah eləsin. Qabağa gelmə, qabağa gelmə. Burada Azərbaycanın